أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولقد كرمنا بني آدم وحملناهم في البر والبحر ورزقناهم من الطيبات وفضلناهم على كثير مما خلقناهم تفضيلا. يوم ندعو كل أناس بإمامهم فمن أوتي كتابه بيمينه فأولئك يقرؤون كتابهم لا يظلمون فتيلا. ومن كان في هذه أعمى فهو في الآخرة أعمى وأضل سبيلا. Sadaqallahul aliyyul azim. Hazreti Zehra'nın şehadet günleridir. Salam olsun Hanım Zehra'ya, salam olsun Resulullah'ın kızına, salam olsun Fatime'nin atasına, salam olsun Fatime'nin övladlarına, salam olsun Fatime'nin əlisine. Allah əzadarlıqlarınızı ali dərəcədə inşallah qəbul eləsin. Amin. Bildiyimiz kimi Həzrəti Zəhra məclislərini 20 gün qeyd eləyirlər. Bizim böyük bir alimimiz olub keçmişdə Həzrəti Ayətullah Kaşiful Qita. Bu Kaşiful Qita öz araşdırmalarında deyir, niyə görəsən xanım Zəhranın əza məclisləri 20 gün tutulur və bu nəhayət şəhadət günü bir gündür. Deyir ki, mən bunun cavabını tapmalıyam. Bir gecə çıxır öz otağına, başlayır araşdırmağa ki, bəs niyə 20 gündür? Bu bir gün olmalıdır. Da o zamanlarda internet yox, kitabları açır, sağ tərəf kitab, sol tərəf kitab, öz otağında. Deyir, gecə olardı, gecə yarısı, nə subh əzanı idi, nə məsələn 12 zat kimi vaxtlar. Gecə 3-4 saatlarında deyir, gördüm ki, anam gəldi, açdı qapımı, dedi ki, Kaşiful Qita, sən neynisən, nə ilə məşğulsan? Deyir, halbuki bu araşdırmadan heç kimin xəbəri yox idi ki, mən Həzrəti Zəhranın dəqiq olaraq şəhadət gününü araşdırıram. Deyir, dedim ki, heç həmişəki kimi, hər axşamki kimi öz elmi məşğulam. Deyir, dedi ki, xanım Zəhranı yuxumda gördüm. Deyir, dedi ki, o oğluna deyir ki, məndən nə istəyir? Deyir, elə anamın da xəbəri yox idi araşdırmamdan. Orada da kitabları bağladım. Deyir, dedi, oğluna deyilən məndən nə istəyir ki, mənim şəhadətimdən onu dəqiqləşdirmək istəyir. Deyir, orada da kitablarımı bağladım. Bildim ki, xanım Zəhra şəhadətinin dəqiq hansı gün olmağını mən araşdırmağıma razı deyil. Elə ondan da bu məsələnin üstünə, belə deyək, daha artıq örtdüm bu məsələnin üstünü və dedim ki, bəli, müştehid idi zamanəsinin. Bu gündən elə davam eləyin xanım Zəhranın şəhadətini 20 gün müddətində qeyd eləməyə. Və odur ki, xanım Zəhranın şəhadətinin də 20 gün qeyd olunması bizim üçün hidayətimizdə, əlbəttə bizim özümüzə təsiri var. Öz hidayətimizdə, öz belə deyək, hacətlərimizdə çox böyük təsiri var ki, bu 20 gün içərisində insan nəyəsə mənəviyyətə hasil olsun və çatmış olsun. Qur'an-ı Kərimdə bir ayə oxudum. Allah Teala bu ayədə buyurur: "Və laqad karramna bani Adəm." Biz Adəm evlatlarına kəramət verdik, dəyər verdik və həməlnahum fil berri vəl bəhri. Onları həm belə deyək, dənizdə, suda, həm quruda gəzdirmə imkanı verdik, miniklər verdik. Və rəzəqnahum minət teyyibati, və onlara pak şeylərdən ruzi verdik. Və fəzzəlnahum əla kəsirin mimma xələqnahum təfsila, və biz onlara dəyər verdik və çox şeylərdən insanı dəyərli yaratdıq.
İnsan əgər Allah buyurduğu kimi ki, insana Allah kəramət verib, insan dəyərli yaşasa, gəlir olur əhl-i beyt. Nə qədər də aşağı olsa olur əhl-i beytçi. İnsan öz dəyərini, o Allah buyurduğu dəyəri qorusa, gəlir olur əhl-i beytçi. Allah deyir, bu kəraməti biz yalnız insanlara verdik və buyurur, və yevmə nəd'u unasun kullu imamihim bi imamihim fəmən utiyə kitabəhu biyaminihi. Bu kəraməti ki sizə verdik, bu kəraməti qoruyun. Niyə qoruyun? Arxasınca buyurur ki, qiyamət günü hər bir dəstə, hər bir insanlar öz imamı ilə, öz rəhbəri ilə çağırılacaq. Çağırılacaq ki, sən filan kəsin arxasındaydın. İndi gəl görək, sənin bu nami əməllərin ki, sana təqdim olur, gəl görək bu dünyada nə iş gördün. Əgər imamın arxasınca getdiyin şəxsiyyət, dəyərli şəxsiyyət olsa, sənin də əməllərin dəyərləndirəcəkdir. Ki, buna diqqət eləyək. Bu günlərdə müasir zamanda görürük ki, məzhəblər bölümü, firqələr bölümü çoxdur. Hərə bir cür şey danışır. Hərə bir fətva verir, hərə bir söz danışır, saqqalı uzun, saqqalı qısa, şalvarı uzun, şalvarı qısa. Hərə bir fikirdədir. Məzhəblər, firqələr bölünür. Bu ayə bizə bu gün müasir yaşayışımızda diqqətli olmağa çalışır ki, o gün ki sən öz imamınla çağırılacaqsan, onda bil yolun haradır, onda bil xəttin haradır. O imam kim olmalıdır? O imam o şəxs olmalıdır ki, Qədir gecəsi Allah Taala mələklər ki yerə enir, gətirib name-i əməlimizi ki o imama təqdim eləyir, o imam olmalıdır. O imam o şəxs olmalıdır ki, o göydəki mələklərdən üstün olmalıdır. Və qiyamətdə o imamın arxasınca çağırılsaq, ondan nicat tapmış olarıq. Bu da ayənin bir dəyərli nöqtəsidir. Sonra arxasınca buyurur, və mən kanə fi hazihi əma. Hər kim bu dünyada kör olsa, həqiqəti görməsə, fil əxirəti əma. Qiyamətdə də kör olacaqdır. Yəni bu dünyada kör olaraq, bu kör bu gözlərdən söhbət getmir. Yəni qəlb gözü, bəsirətin bu dünyada haqqı görməyib kör olacaqsansa, o dünyada da kör kimi məşhur olacaqsan. Bugün Zəhranın, xanım Zəhranın haqqını tapdalayanların xəttindəsənsə, demək bu özü bir körlükdür. Bugün xanım Zəhranın yolundasansa, bu özü gözü açıqlıqdır. Və nə xoş o kəsin halına ki, xanım Zəhranın yolundadır. Xüsusən analarımız və bacılarımız. Xanım Zəhra o xanımdır ki, hər bir məclislərimizə inayəti var. Və hətta bəzi baş vermiş hadisələrdə xanım Zəhranın özünün məclislərdə iştirak olunmağı qeyd olunur. Bizim böyük alimlərdən biri Ayətullah Həstəyi, Allah rəhmət eləsin, deyir, mən bir ilisi Məhərrəm ayı yetişdikdə da əvvəldən yazılırdıq. Məsələn, filan şəhərdə söhbət eləyəcəm, filan məsciddə söhbət eləyəcəm. Deyir, mən bir ilisi yazılmadım heç ara. Deyir, dedim ki, mən gözləyəcəm, ta Məhərrəm ayının biri gəlsin, görüm harda ehtiyac var, gedib orada da mən yazılıb orada da söhbət eləyəcəm. Ta deyir, gəldi Məhərrəm ayı yetişdi, hər bir xəbər göndərənə də deyirəm ki, yox, mən heç ara yazılmıram. Deyir, gördüm, xanım Zəhra salamullah əleyhanı deyir, yuxuda gördüm. Deyir, soruşdum ki, ey əzəmətli xanım, ən dəyərli məclis haradır, mən bu il Məhərrəmi harada iştirak eləyim? Deyir, mənə cavab verdi ki, haradakı oğlum İmam Hüseynin bayrağı sancılır, o məclisdə iştirak elə. Deyir, mən yenə ikinci dəfə soruşdum ki, ey əzəmətli xanım, mən hansı məclisdə dəyərlidir orada iştirak eləyim, deyir, eyni cavabı verdi. Üçüncü dəfə soruşduqda ki, ey əzəmətli xanım, ən dəyərli məclis haradır, mən hara gedim? Xanım Zəhra dedi, görürəm, çox israr eləyirsən. Bu alim ki, Həzrəti Ayətullah Həstəyi, İranlı alimdir, Tehrandaymış o zaman. Deyir, dedi ki, Tehranda sabun bişirənlər
küçəsi var, məntəqəsi var. Orada bir xanım kiçik bir məclis tutur. Ged orada iştirak elə. Deyir, gəldim, çıxdım o məntəqəyə, o məntəqəni tapdım, o məntəqəyə gəldim, çıxdım, deyir, o zaman da qrant su yox idi. Gördüm, bir çay axır, balaca bir arx axır, bir xanım stəkanlarla əlbəkiləri yuyur. Deyir, buna yaxınlaşdım, dedim ki, ey xanım, filan xanımın evi haradır ki, orada məclis tutulur, mən o məclisə getmək istəyirəm. Dedi, o xanım mənəm, evim də, məsələn, işarə elədi, göstərdi filan yerdir. Get ora, əyləş, indi axşam olar, cəmaət yığılacaqdı, gələcəkdi. Deyir, getdim, əyləşdim. Bir gün söhbət elədim, 2 gün ilk Məhərrəmin 10 günlüyünü. Deyir, görürdüm ki, bu xanım ev yəsi məclisi təşkil edən, qədimdə də balaca evlər, öz evinin mətbəxində oturub ağlayır. Bundan başqa da bir dənə xanımın ağlama səsi gəlir. Eşidirəm bunu da. Deyir, öz-özümə deyirdim ki, yəqin ya qızıdır, ya qoca anası var, bu da ağlayır. Deyir, 10 gün məclisi keçirdim. 10 gün məclisi keçirdim. 10-cu gün tamam olduqdan sonra məclisdən tez çıxdım ki, bu ev yası bana məsələn pul para verməsin də. Gəlmişəm məsələn Allaha xatirdir. Bəzi yerdə məsələn görürsən adətdir. Deyir, bu ev sahibi də mənim dalımla gəldi. Bu xanım dedi ki, Ayətullah həstəyi, dayan. Dedi ki, bu pul 10 gün zəhmət çəkdin, söhbət elədin. Bunun müqabilində deyir, mən götürmədim. Dedim ki, yox, mən elə Allaha xatir gəlmişdim, bu cür niyyət eləmişdim. Deyir, dedi, bilirəm. Bu pulu mən bir il ərzində gedirəm, ev təmizləyirəm, bu ətrafda evlər süpürürəm, evlər yığışdırıram, səliqə səhmana salıram, ondan qazandığım puldur bu pul. Yığıram bu günə ki, Məhərrəmlik gələndə, xanım Zəhra məclislər gələndə bunlar üçün xərcləyəm. Deyir, bir anlıq fikrimə gəldi ki, bəlkə bu ən bərəkətli puldur. Az da olsa bir təbərrük üçün götürüm. Deyir, götürdüm. Deyir, dedim, səndən bir sualım var ki, sən ki o evin mətbəxtində ağlayırdın. Birdən də xanımın ağlama səsi gəlirdi. O xanım kim idi? Deyir, bəs səni Həzrəti Zəhra göndərmədi bura. Deyir, onda başa düşdüm ki, bu xanım mənim yuxumu da bilir. Deyir, o ağlayan da Həzrəti Zəhra idi. Deyir, orada öz-özümə dedim ki, ey Ayətullah həstəyi, sən hara, bu xanım hara, bu xanımın məqamına bax, bu xanımın əzəmətinə bax ki, xanım Zəhra ona dəyər verir. Deyir, o gündən mən başa düşdüm ki, həqiqətən xanım Zəhra salamullahi əleyhanın İmam Hüseyin məclislərində, özünün məclislərində hüzuru var, inayəti var. Orada deyir, başa düşdüm. Və ondan sonra heç bir məclisi dəyərsiz və kiçik hesab eləmədim. Həqiqətən xanım Zəhra salamullahi əleyhanın məclislərdə inayəti var. Adam məclisdə otura-otura elə niyyət eləyə, xanım Zəhra salamullahi əleyhaya təvəssül eləyə. Xanım Zəhra salamullahi əleyha ən tez, belə deyək, çətin problemləri həll eləyən xanımdır, insan təvəssül eləsə. Bir vaxt bəzi alimlərdən də bu nəql olunur ki, ən çətin problemlərdə xanım Zəhriyə təvəssül eləyin və xanım Zəhra salavatını 530 dəfə deyin. Mən birinci eşidəndə özümə də biraz ağır gəldi. Dedim, görəsən, bu nə salavatdır axı, adam 530 dəfə təkrarıya. Sonra bir dəfə başqa yerdə oxudum, bir dəfə başqa digər dəfə eşitdim. O salavat bundan ibarətdir ki, salam olsun xanım Fatiməyə, onun atasına, onun ərinə və onun evlatlarına. Səllə ələ Fatimətə və bə'liha və bəniha və sirrili mustavdəvu fiha. Bu qısa salavatdır ki, bu salavat vasitəsindən xanım Zəhriyə təvəssül edib, istəklərimizi istədikdə problemlər həll olur. Bir neçə gün bundan öncə qardaşlardan birinin problemi var idi ki, bu cür dualardan deyil, təqribən bir həftə oxudum, bir həftə buyurulmuşdu, bir həftə oxudum, bir həftədən 3-4 gün keçdikdən sonra bugün problemim həll oldu. Baxın, bugün problemim həll oldu. Bəzi vaxt həqiqətən Əhl-i Beytin belə bir inayəti bizim üçün inayət olur. Və odur ki, bu məclislər bizim üçün həqiqətən çox dəyərlidir.
Ayətullah Həstəyi qeyd etdiyi kimi xanım Zəhranın belə məclislərdə inayəti var. Və mən bu hadisələri danışmaqla keçim biraz da söhbətimin əslinə. O bundan ibarətdir ki, xanım Zəhra salamullah əleyhanın nə kimi ictimai fəaliyyətləri var idi. Xanım Zəhraya qadınlar çox müraciət edirdi. Xanım Zəhra hansı mövzuda onlara yardım eləyirdi. Xanım Zəhra öz zamanında cəmaatın fikir və mədəni müraciət yeri idi. Yəni bir nəfər məsləhət almaq istəsə xanım Zəhraya müraciət eləyirdi. Nə deyirdi xanım Zəhra? Birinci işi buydu ki, qadınların şərii məsələlərini bəyan eləyirdi. Və həmişə qapısı açıq idi, Mədinə xanımları gedib gəlirdi. İkinci işi xanım Zəhranın buydu ki, dini məsələlərdə problem yarandıqda xanım Zəhra həll eləyirdi. Bir gün bir imanlı möminə xanım, bir gün də inad əhli olan bir xanım, xanım Zəhranın yanına gəldilər. Müəyyən bir məsələ üstündə mübahisə elədilər. Xanım Zəhra salamullah əleyha imanlı xanıma dəstək verdi ki, bax bu sözüdür, bu sözüdür. O dedi və o xanıma qələbə çaldı. O inadkar xanıma, xanım Zəhra ona buyurdu ki, ey xanım, bugün sənin sevinməyinlə mələklər səndən də daha çox sevindi. Görürdün ki, dini məsələlərdə ixtilaf olanda, problem olanda xanım Zəhrəyə xanımlar müraciət eləyirdi. Üçüncü buydu ki, ilahi məarifi, dini məsələləri bəyan eləyirdi. Hətta bəzi kişilər öz arvadlarını göndərirdi xanım Zəhra salamullah əleyhanın yanına öz suallarını soruşmağa. Bu kimi fəaliyyətləri var idi. İkinci bundan ibarət idi. Xanım Zəhranın qonşularla rəftarı. İmam Sadiq əleyhissalamdan nəql olur ki, xanım Zəhra həmişə qonşuları üçün dua eləyərdi. Kanət Fatimətu izə dəət təd'u lil mu'mini vəl mu'minati və lə təd'u li nəfsihə fəqilə ləhə fəqalət əl-carru summəddar. Həzrəti Zəhra, İmam Sadiq əleyhissalam buyurur, həmişə dua eləyərdi möminlər üçün, möminənlər üçün və heç vaxt özünü duada qabağa salmazdı. Ondan deyə soruşulanda ki, ey xanım Fatimə-i Zəhra, bəs sən özün üçün heç dua eləmədin? Fəqalət belə buyurardı, əl-carru summəddar. Əvvəl duada qonşu, sonra özün. Xanım bu qədər diqqətli idi. İkinci məsələ qonşularla rəftarda xanım Zəhranın bu qeyd olunurdu ki, həmişə onlara baş çəkərdi və kömək eləyərdi. Hamısı o addımlardır ki, insan həyatında bərəkəti artırır. Nəql olunur, kanət təd'u mərzahum. Xanım Zəhra qonşuda olan xəstələrə baş çəkərdi. Qeyd olunur, xərəcət fi təziyyəti bəzi ceyraniha. Xanım Zəhra salamullah əleyhə bəzi qonşuların yas mərasimlərində iştirak eləyərdi. Xanım Zəhra qeyd olunur, yetimlərə, uşaqlara, əsirlərə yemək verərdi. Və odur ki, o əhl-i beytin şənində haqqında bu ayəni dəfələrlə eşitmişik. Qur'anda Allah Teala bu ayəni xanım Zəhra haqqında nazil elədi ki, buyurur və yut'imunət təama əla hubbihi miskinən və yatimən və əsira. Xanım Zəhraya müraciət etdikdə ki, özləri acı idi, o fəqir şəxs gəldi, ac şəxs müraciət elədi. Xanım Zəhra birinci gün miskin, sonra yetim, sonra əsir. Miskin o kəsdi ki, artıq kasıflığın son dərəcəsindədir, pis halındadır. Yetim də məlumdur, əsir də məlumdur. Xanım Zəhra öz sevdiyi yeməyi, biz həmişə nəyi verərik? Yeməyin artığını verərik, yapar bunu filan kəsə ver. Amma xanım Zəhra öz sevdiyi yeməyi əhl-i beyt xanım Zəhra miskinə, yetimə və əsirə verərdi. Xanım Zəhranın üçüncü ictimai fəaliyyəti bundan ibarət idi. İnfaqı və isarı çox idi. İnfaq və isar nədir? Yəni bu şey mənimdir, mən bundan keçirəm, bunu verirəm sana. Buna deyirlər isar. İnfaq da sədəqə vermək, ihsan eləməyə deyirlər. Nəql olunur ki, bir gün Həzrət Rəsulullah məsciddə idi, Mədinədə namaz qılırdı. Bir nəfər fəqir gəldi, dedi, ya Rəsulallah, acam məni doyuzdur. Paltarsızam, mənə paltar ver. İmkansızam, məni imkanlı elə.
Həzrət Rəsulullah gördü yanında bir şey yoxdur. O əzancısı var idi ki, Peyğəmbərin Bilal Həbəşi dedi Bilal, bunu apar Həzrət Zəhranın qapısına. Bilal gətirdi o kişiyi Həzrət Zəhranın qapısına, qapını döydü. Xanım Zəhra, bəli buyurun dedi, məsələni aydınlaşdırdı. Dedi, atan Rəsulullah göndəribdi. Xanım Zəhra ona nəyi versə yaxşıydı. Peyğəmbərin əmisinin Həmzə ki şəhid olmuşdu Uhud döyüşündə bir qızı var idi. O qız Həzrət Zəhraya sepini, boyun bağını hədiyyə eləmişdi qızılı. Xanım Zəhra dedi ki, fikirləşdi bunun yeməyə, geyinməyə və həm də ki imkanı yoxdur. Cibinə də bir pul lazımdır. Dedi, bu boyun bağını apar sat ver bunu. Həqiqətən xırda bir iş deyil və xırda bir addım deyil. Ona böyük ruhiyyə, böyük ürək istəyir. Və xanım Zəhra salamullah əleyha belə bir xanım idi. Və hətta başqa bir dəfə nəql olunur ki, yenə bir fəqir kişi gəldi xanım Həzrət Rəsulullahın yanına. Həzrət Rəsulullah o hadisə ki, ikinci dəfə təkrar olur. Səlman Farsiyə öz sahabəsinə buyurdu ki, apar bunu xanım Zəhranın yanına. Ona da neynir? Səlman Farsiyə bir əşya verir, deyir, bunu apar. Bazarda Yahudi var, Şəmun Yahudi. Ondan un al get. Un al get, deyir, un aldım, gətirdim. Səlman Farsi nəql edir. Xanım Zəhra ondan çörək pişirdi. Dedi, indi ver bu hissi. Yəni bu həddə infaqı xanım Zəhra salamullah əleyhanın çox böyük idi. Və mən sözümü çox uzatmaq istəmirəm, amma söhbətimin bu yerində bir dənə hadisə yadıma düşdü. İranın Qum şəhərində bir ərəb yaşayır. Qum şəhərində bir ərəb yaşayır. Bu ərəb özü əhl-i sünnə qardaşlardan idi. Da bu yaxınlara kimdə səhv eləmirəmsə o yaşayır. Evində məclis tuturdu. Məhərrəmin ilk 10 gününü tuturdu. Bu özü Qatardan idi. Çox da imkanlı bir şəxs idi. Bizim alimlərdən, ustadlardan biri deyir ki, ilk 10 günlüyü Məhərrəm ki evində məclis tuturdu, məni çağırdı ki, gəl sən söhbət elə. Deyir, getdim. Deyir, mənə elə əvvəlinci günkü deyir, məclisə getmişdim. Deyir, dedi ki, xanım Zəhranın rozəsini oxu. 3 gün əvvəli xanım Zəhranın rozəsini oxu. Deyir, mən dedim ki, məclis Məhərrəm məclisidir. Hamı İmam Hüseyin əleyhissalamın rozəsini oxuyur. Sənin bu elə israrın nədir ki, mən xanım Zəhranın rozəsini oxuyum? Dedi, sən oxu. Deyir, 3 gün əvvəli da ev sahibidir, məclisi bu təşkil edib, xanım Zəhra salamullah əleyhanın rozəsini oxudum. Oxudum, deyir, Məhərrəm ayı 10 günkü aşura qutardı. O heyətdə, o evdə zəhmət çəkənlər var idi, ehsan pişirənlər, rozə oxuyan, mərsi oxuyan, mənim özüm ki, deyir, söhbət eləyirdim. Dedi, Məhərrəm ayının 11-ci günü, aşuranın sabahı günü, gəlin günorta fəqət sizləri dəvət edirəm. Sizlərə bir ehsan süfrəm var. Deyir, getdik. Özü də deyir, oturmuşdu mənim yanımda. Soruşdum ki, sən niyə mənə hey israr elədin, hey məndən istədin ki, Həzrəti Zəhra rozəsi oxuyum Məhərrəmdə. İmam Hüseyin rozəsini yox, Həzrəti Zəhra rozəsi oxuyum. Deyir, dedi ki, mənim başıma bir hadisə gəldi. Mən Avropa ölkələrinin birində yaşayırdım. Uzun bir müddətdən sonra Allah mənə bir qız evladı vermişdi. Deyir, mən bu qızı çox istəyirdim. Hətta işə gedəndə 2 dəfə, 3 dəfə gündə zəng eləyirdim ki, yoldaşımdan soruşum ki, uşaq nətərdir? Deyir, bu uşaq gəldi, 2-3 yaşına çatdı, daha da şirinləşirdi, el-oba dilindən desək, daha da şeytanlığı artırdı, daha da çox istəyirdim. Deyir, bir gün arvadım zəng elədi ki, əgər qızını bir daha görmək istəyirsənsə, tez evə gəl. Deyir, da bilmədim necə getdim. Getdim evə. Evə deyir, getdim. Gördüm ki, uşağın boğazına qəpik düşübdü. Nəfəsi kəsilir. Da apardıq, deyir, o zaman şərait o qədər də yaxşı deyildi bunların yaşadığı məntəqədə. Nəqlinə əsasən, deyir, bizə dedilər ki, Fransada filan balinsiyə aparasız gərək ki, uşağın çıxardalar, biz bir şey eləyə bilmirik.
Deyir, mən xüsusi təyyarə tutdum. Xüsusi təyyarə tutduq, apardıq Fransaya. Fransaya deyir, apardıq. Həkimlə danışdım, bunu operasiya üçün, əməl etmək üçün otağa saldılar. Həkim çıxdı, dedi, qoy bir dənə sözü deyim. Ən yaxşı variantı budur ki, bu uşağı biz operasiya eləyib, bu qəpiyi də boğazından çıxardacaq. Amma bir məsələ var ki, nəfəs borusunda olan pərdələrdir, səs telləridir, onlar məhv olacaq, uşaq danışa bilməyəcək. Deyir, dedi, uşağın diri qalmağı haqqında bu qədər sual verirəm, bu qədər cavabdeh ola bilirəm. Deyir, belə deyəndə mən pis oldum, belə arxaya gəldim, söykəndim divara, elə hiss elədim ki, üzüm Mədinəyə doğrudur. Özümüz də deyir, əhl-i sünnədən idik. Deyir, dedim ki, ya Rəsulallah, üzüm deyir, hiss elədim ki, qəlbimdə Mədinəyə doğru. Deyir, dedim, ya Rəsulallah, sən Mədinədə, deyilənə görə qızın Zəhra da Mədinədə. Ya Rəsulallah, mən bilirəm, sən qızın Zəhranı, Fatiməni çox istəyirdin. Mən də qızımı sənin qədər istəyirəm. Bir Peyğəmbərə belə xitab elədim. Mən də qızımı sənin qədər istəyirəm. Mənim, ya Zəhra, dedim ki, ya Zəhra, mənim qızıma şəfa ver. Əgər mənim qızıma şəfa versən, mən sənin xidmətçin olacam. Deyir, birdən-birə ürəyimə bu sözlər gəldi, bu cümlələr gəldi. Bu əhdi bağladım Allahla öz aramda. Başladım ağlamağa. Bir neçə an, bir neçə dəqiqə keçmişdi. Deyir, gördüm, ferşillər o yana qaçır, bu yana qaçır. Həkim gəldi. Həkim gəldi, deyir, mənə dedi ki, Həzrəti İsa qızına şəfa verdi. Qəpik boğazından düşdü. Uşaq öysürdü, qəpik düşdü. Deyir, başa düşdüm ki, şəfa verən, özüm halımı bildim. Şəfa verən Həzrəti İsa yox. Hanım Zəhra salamullah əleyhaydı. Deyir, dedim, olar mı qızımı görəm? Deyir, buyur keç, deyir, keçdim qızımı görməyə. Dedim, deyir, nə oldu qızım? Deyir, dedi, ata, mən halsız halda ki, yatmışdım, hüşüm əldən getmişdi. Gördüm ki, bir dənə xanım gəldi, aldı məni qucağıma, kürəyimdən bir-iki dəfə belə vurdu, boğazımdan o qəpik düşdü. Deyir, onda bir daha dizlərim yerə gəldi və o gündən bu günə əhd bağladım ki, mən xanım Zəhraya xidmətçi olacam. Və sonra deyir, köçdüm, gəldim Qum şəhərinə. Hər il Məhərrəm ayının 10 günü xanım Zəhra ki, bizə buyurur, oğlum Hüseynə xidmətçi olun, mən İmam Hüseynə xidmət eləyirəm və ilk 3 gününü də xanım Zəhra salamullah əleyhanın rozəsini oxuduram. Xanım Zəhra salamullah əleyhanın Allah yanında belə bir dəyəri var. Hətta İmam Əlinin haqqı tapdalananda xanım Zəhra məscidə gəldi İmam Əli əleyhissalamın arxasınca, deyir, orada narahat olduğu şəxslərə dedi ki, mən bir qarğış eləyərəm, amma buna görə eləmirəm ki, bu Mədinədə günahsız insanlar da var, bəla düçar olmuyor. Bu qədər Allah yanında dəyəri və əzəməti var idi ki, xanım Zəhra salamullah əleyhanın və odur ki, illərdir o xanımın məclisi dəyərli şəkildə görürük ki, hər yerdə qeyd olunur. Azlığına və çoxluğuna baxmayaraq məclisləri dəyərli şəkildə qeyd olunur və xanım Zəhra belə bir məqama layiq bir xanım idi. Həyat bəzi vaxt xanım Zəhranı düşünməklə gözəldir. Həqiqətən bir xanım üçün həyat, yaşayış xanım Zəhranı düşünməklə gözəldir. Həyat o zaman gözəldir ki, bir xanım düşünə xanım Zəhranın hicabı nə şəkildə idi. Mənim də hicabım o şəkildə olsun. Həyat bir xanım üçün o qədər, o zaman gözəldir ki, o xanım düşünə xanım Zəhranın həyası necə idi. Mənim də həyam xanım Zəhranın həyası kimi olsun. Və odur ki, nəticə etibarilə əgər bir kəs bu dünyada xanım Zəhra salamullah əleyha necə ki, haqdan, ədalətdən müdafiə elədi, bir nəfər də bu dünyada haqdan, ədalətdən o şəkildə müdafiə eləsə bilsin ki, məqamı xanım Zəhra salamullah əleyha yanındadır. Fərqi yoxdur, öz ziyanına da olsa, öz xeyrinə də olsa,
haqdan, ədalətdən müdafiə elədiyi kimi xanım Zəhranın müdafiə eləsə bilsin ki, məqamı xanım Zəhra salamullahi əleyhanın yanındadır. Hər kim bu dünyada öz zamanəsinin imamından müdafiə eləsə ki, zamanəmizin imamı İmam-ı Zaman Əccalallahu Teala fərəcəhu şərifdir, bilsin ki, xanım Zəhra atdığı addımları atıbdır. Ondan öz zamanəsinin imamından müdafiə eləyib və odur ki, xanım Zəhranı bu əməllər, bu rəftarlar ki, qeyd elədim, xanım Zəhranı hər iki dünya xanımlarının hər iki dünya xanımlarının sərvəri, seyyidəsi qərar verdi. Və odur ki, bugün dualarda da, imamlardan nəql olunan dualarda da xanım Zəhriyə salam verildikdə bu cür salam verilir ki, Əssəlamu əleykə ya seyyidətə nisa'il aləminə, salam olsun sənə ey hər iki aləmin də olan qadınların seyyidəsi, sərvəri, rəhbəri. Və bu ada xanım Zəhra salamullahi əleyha boşuna layiq olmadı. 18 illik ömür bərəkətli ömür oldu. O ömür oldu ki, həm inayət verdi, həm şəfaət verdi, həm lətafət verdi və həm kəramət verdi. Allaha and verirəm, öz izzət və cəlalına bizim xanım Zəhra yolundan ayrı salmasın inşallah.